Ay fahişəni evinə gətirən İlham Əliyev. Ay öz oğluna Odessanın məşhur soskasını alan İlham Əliyev. Sən hələ başa düşmürsən ki, Mehman Hüseynov susmayacaq. Sən hələ dərk eləmirsən ki, Mehman Hüseynovu heç kim sustura bilməyəcək. Nə Əli Nağıyevin killerləri, nə Vilayət Eyvazovun o qoyun trolları, nə də ki, sənin pulların. Mehman Hüseynov, bu sənə bu videolar möhkəm sənə təsir eləyəcək. Qardaşımı görəcəksən, qardaşımı nələr gözləyir, atımı nələr gözləyir. Sənə görə o atın, qardaşların hamısı əziyyət çəkəcəklər. Sənə görə onları göz yaşlar, onların başlarına özün görəcəksən nə oynatacaq. Sənə görə prezidentin ailəsinə qarşı qoyduğun o videoları götür. Sənə o şəkilləri qoymuş efirdə prezidentə qarşıya. Onlar sənə çox baha oturacaq, baha oturacaq. Ona görə sən o videoları götür efirdən. Götür ki, qonaqlarımın, yaxınlarımın o göz yaşları sənə çox pis təsir eləyəcək. O göz yaşları ki, tökəcəklər ha. Sən var ha, qan ağlayacaqsan, sənin bütün nəslin qan ağlayacaq sənə görə. Sənə görə, yəni sənə görə bütün qonaqlarımın əziyyət çəkəcək, göz yaşları tökəcəklər ki, Mehman Hüseynov o videoları götür. Gəl bax İlham Əliyev, heç bir foto və video ortadan götürülməyəcək. Mehman Hüseynov iynəni vuranda dibinə kimi vurur. Aydındır, dibinə kimi.